Necəsiz? Uşaqlar, indi gələk PUBG-mizin 7-ci ya da 8-ci bölümüdür. Uşaqlar, insan PD sabah gəlir. Ona görə də axı biraz səsini azalt. Ona görə də sabah UC vuracağım. UC vuranda ekran kaydını alacağım uşaqlar. Və yəni uşaqlar, like tutup abone olmayı unutmayın uşaqlar. Maçımıza geçer, let's go. Ama işletmeden funksiyaların hamısını buradan Geldi inşallah. Onu bağlayın və yaxud da hava haqqına baxırsınız. Vaxtınız bağlayın. Gəlin burada giriş nöqtəsi. Kimin nəsə internet paylaşırsınızsa, paylaşım bitirdikdən sonra bağlayın. Onsuz bir saatdan sonra avtomatik özü bağlayır. Yenə də nə qədər tez bağlasanız o qədər yaxşıdır. Bunları da göstərdim. Daha sonra həddindən artıq telefon olursa çox güzel olacaq. Ekrana baxın, məndə hərəkətli şəkil var. Hərəkətli şəkil yəni daha çox rəngli və animasiyalı şəkil, detaylı şəkil. Sesini kısıqlar. Arxan biraz sesini azalt da. Temalar tətbiqinə daxil olun. Temalarda qara rəngli şəkillər çoxdur. Elə girdiyinizdə qara rəngli şəkillər çoxdur. Bunlardan qoya bilərsiniz. Yəni divar kağızından gedir söhbət animasiyalı şəkildən yox. Divar kağızın qara bir rəngdə seçin buradan qoyun ki, qara rəngdə olduğunda sakit olun. donmalar aradan qalxır. Çünki siz hər hansısa bir TikTok-a baxırsınız, yenə də o şəkil orada qoşulu qalmış kimi bir şey olur. O da telefonu dondurur. Daha sonra gələk, yenidən ayarlara daxil olur. Bura ciddi şeydir, mütləq bura diqqət edərsiniz. Telefon haqqında daxil olursunuz və burada deməli MIUI versiyası var. Yəni MIUI versiyası var. Bunun çoxunu səhv oxuyursunuz. Əslində MIUI-dir. Burada MIUI versiyasının üstünə 7 dəfə yükləyəcəksiniz və altta yazılacaq ki, siz artıq bir tərkibatçısınız və tərkibatçı seçimləri aktifdir. Bunu gördükdən sonra çıxırsınız burada. Əlavə tənzimləmələr tapıb onu aşağı sürüşdürürsünüz. Seçimləri görürsünüz. Bura daxil olursunuz. Yenidən deyək, diqqət edin. Bura vacib şeydir. Buradan da gələksiniz, sürüşdürürsünüz ən aşağı. Hər videomda bu haqda danışırıq. Orada. Fokus. Ölmə deyəm mən. İndi mərdivenlərə çıxsan, Allah deyirəm ölmüşdüm. Bir şey var, onu tapırsınız. Diqqət edin. Arxa plan prosesi. Bura çıxadı. Ay qaqaş. Arxa plan Lazım idi mənə. Misal üçün siz deyək ki, WhatsApp-da kiminləsə danışırsınız. Bir də arxada Google Play Store-dan proqram yükləyirsiniz. Plan proses limiti yoxdur desəniz, yəni proses yoxdur desəniz, arxa planda olan proqram avtomatik ləğv olunacaq. Arxa planda olan proqram nədir? Buradan da arxa planda video çəkirəm. Mən proses limiti yoxdur desəm, avtomatik bu proqramı oradan təmizləyəcək. Bir dənə proqram işləməsinə şərait yaradacaq. Amma buradan bir proses desəm, bu proqramda işləyəcək və hal-hazırda açıqlanan proqram işləyəcək. Bunu bilirəm ki, az da olsa başa düşdünüz. Bunun nə olduğunu, yəni arxa plan prosesi yoxdur edin və yaxud da bir edin, yəni bir proses olaraq seçin və yaxud da elə 4-5 də edə bilərsiniz. Proqram açıq qaldığında onsuz telefon donur, özünüz bilirsiniz. TikTok-a girirsiniz, Instagram-a, YouTube-a, Facebook-a girirsiniz. Arkada açıq qalanda başlayıb donur. Bunu sizdə proqramlar bilmədən açıq saxladığınızda öz avtomatik proqramlardan sizin və donma aradan qalsın. İndi məndə donmadığına görə heç o prosesi falan istifadə eləmirəm. Standart limit olaraq qalır. Gəlin bir də buradan telefonunuzda təhlükəsizlik proqramı olacaq. Mütləq buna daxil olun. Ətraflı burada göstərirsə, burada hər şey var. Buraya daxil olduğunuzda baxın, ən birinci bu formada analiz edilməyə başlayır. Analiz etdikdən sonra optimallaşdırma deyirsiniz burada. Optimallaşdırdıqdan sonra da görürsünüz. Burada sistem təhlükəsizliyi üç işarəsi düşür. Yəni aradan qalxdığı çeşitli təhlükəsizlik viruslu, təhlükəli proqram varsa sizə bildirim. Yəni bu şeydə heç bir şey əslində tam dəqiq olmur. Amma yenə də telefonda nə problem var? İndi məndə proqram çoxulduğuna görə onu gec tutardı, amma sizdə tezdə xarabə. Məndə proqram olur ki, yenilənmə mövcuddur. Yəni sisteminin versiyasının bir iki saniye heç bir şey yoxdur. Bir də tərtibatçı seçimlərini bayaq açmışdım.
onu bağladı. Burada problem yoxdur. Gelirsiniz buradan təmizləyiciyə daxil olursunuz. Bunun ikonu ekranda da var. Bu ikondan da daxil olub təmizləyə bilərsiniz. Bunu da en İnşallah görürüm ki like abone olmuşsunuz. Like abone olun inşallah desteklerinizi gösterin. Görürüm ki az da falan abone olun. Bu ayda bu. Düzdür, az ola bilər. 128 və ya 556 falan olan yaddaşlar çox az ola bilər. Həm telefon özü tövsiyə edir, həm də ki, problemlər arada qalsın. Burada baxın, sürətlə artır bölümdə daxil olursunuz. Baxın, burada da ramı təmizləyir. Telefonun ramın biləksizlərin kimi olduğu onu təmizləyir. Mənim ramımdan istifadə edən WhatsApp hesabları var. Yəni 2 dənə WhatsApp var. Bayaq dediyim kimi 757 megabayt həmin proqramları aradan qaldıraraq və digər proqramları və funksiyaları təmizləyəcəksiniz. Həqiqətən bunu təmizlədikdən sonra surəti hiss edəcəksiniz. Daha sonra gəlirsiniz buradan. Hayda, ikisi də vurdu və yetişmiş. Yəni burada başqa bir şey qalmadı. Buradan çıxış edəksiniz. Bir dənə də özümdən tövsiyə edirəm. Sence vurun da. Mithat vur bakalım Hasan. Yok vurmadı. Vur. Ay baba, ay baba. Ay baba, ay spi. Sağ olun. Çünki baxın gündəlik Mithat vur bakalım Hasan. 10 dənə, 20 dənə, 30 dənə, bəlkə daha çox. Proqramlara girirsiniz. Bu da olduğunda telefonun sistemi avtomatik yüklənir. Belə ətraflı başlasın. Telefonun sistemi də yükləndiyi vaxtında öz-özünə vaxtında yeniləmə lazımdır. Yəni buradan baxın, yenidən başladım deyilən bir şey var. Ya yenidən başlatmaq lazımdır, ya da ki bunu söndürmək lazımdır. Sizə tövsiyə edirəm ki, proseslərin dincəlməsi əlavə funksiyaları dincəlməsi üçün telefonunuzu söndürməyinizi tövsiyə edirəm. Yatanda tutaq, yatdınız, telefonu söndürün. Budinlik çalacaqsa da Xiaomi'lərin çox gözəl özəlliyi var. Budinliki vaxtında çalır. Baxın, buradan mən söndürə klinik etdiyinizdə aşağı baxın. Oo, məndən çıxartdılar ikini. Zəngin saatı söndürdüyü sabah 4:35, zəngin saat avtomatik vaxtında çalacaq. Mən bunu indi bu dəqiqə söndürsəm, sabah 4:35-də öz-özünə qoşulacaq. Zəngin saata, yəni budinlikinizi çalmağa başlayacaq. Yəni ondan da arxan yolu. Yəni Xiaomi telefonlarda var bu, çox güman Xiaomi'də də, daha doğrusu Samsung'larda da var. Çox güman ki, siz özünüz bunu istifadəçilər bunu özləri kəşf edib, çox güman tuta bilib, bilmirsinizsə də ayarlardan baxa bilərsiniz. Ayarlardan onsuz yazılıramsa ətraflı formada. İnşallah bu video sizə faydalı olmuşdur. Yəni deyəcəyim ayarlar bu qədərdir. Həm RAM təmizləmək üçün, həm yaddaş təmizləmək üçün, həm Xiaomi, həm də Samsung olaraq kanalımda videolarım var. Daxil olub baxa bilərsiniz. Tək yaddaş, yəni RAM təmizləmək deyil, digər formada da bir sürü video var. Oha. Hepsi de. Patladım mı? Ay. Ay dünya. Nam. Tutun. Danışma. TikTok son vaxtlar səhifələri blokla. Sən də mənim üçün PUBG oynayırsansa, vaxtında bu ayarı aktiv etməsən, gəlin elə burada sürətli şəkildə göstərir. Ayarlara daxil olmalıyıq. Burada Wi-Fi bölümünə daxil olmalıyıq. Gördüyünüz kimi mənim Arkadaş. Oo, canı bildim. Bilmem de sen xiyarsan. Allah, sana öldürmeyeceğim. Havada vuracağım. Piç öldü de aslında. Burada gizlilik bölümü var. Bu bölümdə sitədə mənim Oo, büyük. Yayına
Uşaqlar bir Şu də çayar. Kullan belə seçili olacaq. Siz bunu mütləq cihaz mekini kullan. Bu bölümü seçməlisiniz və üstdən sağ tərəfdən quş işarəsinə klik etməlisiniz ki, ayaq qəbul olunur. Və tam arxain olmaq istəyirsə də yenidən qayıdıb baxa bilərsiniz. Gördüyünüz kimi cihaz çıxarırlar. mekini kullandı. Bunu seçdikdən sonra telefonda üst tərəfə axtarış bölümünə mek yazın və 21'ləri. Ay kankar. axtarış verin. Gördüyünüz kimi mat yazdım və axtarışda cihaz kablo diye bir özellik çıxdı. Bunun üstünə klik edəcəksiniz. Ümumiyyətlə telefonunuza aid olan nə sənədlər varsa, nə kodlar falan varsa hamısı burada çıxacaq. Bizə burada lazım olan cihaz kablosuz mek adresidir. Bunu burada Güven. Oya. görəcəksiniz. Baxın A4 ilə falan belə bir şey yazılır. A4 adlayacaqsa rəqəmlər. Bir numara say bir. Say da say. Say da say. Başladı. Üstüne sağlayın ve kopyala yazısı çıxacaq. Bu kopyala yazısına klik edin və bunu kopyalayın. Daha sonra matematik sistem interfeysinə daxil olmalıyıq. Gəlin də biz də bunu edək sürətli şəkildə bir ayaq göstərəcəm. Həqiqətən də PUBG-də ciddi fərqlidir. Yəni falan problemi yaşayırsınızsa və yaxud da evinizdə çox cihaz istifadə olunursa, adım üçün bu ayaq çox yaxşıdır. Bəli, 192.168.1.254 sistem interfeys koduna daxil oluruq. Bu bildiyiniz kimi model Tam kendisini. Öyle. Çok aşağıdan oldu. Kankamız üstünde. Diğer kafanı çıkart. Babalar sözünü. Kelle. Bugün sizlərə telefonunuzun səs səviyyəsini və keyfiyyətini artırmağı göstərəcəm. Diqqətlə izləmənizi Ay da iskalım kim hamı var. DBS'im hamı var da telefonlar üçün, yəni Samsung kimi telefonlar üçün də keçərlidir. Az öncə qeyd etdiyim kimi diqqətlə izləyin, gəlin biz də tətbiq edək və öz telefonumuzun səsini artıraq. Başlamazdan əvvəl qısa açıqlama verəcəm, buna da diqqət etmənizi göstərirəm. Ay zibil. Gəlib başqa bir proqramda, misal üçün, Adamlar musiqi proqramında saxlama oluyor. İlk öncə burada sizə tətbiqləri göstərirəm. Yəni birinci ayarlarıyla. Çok iyi popon. Düştüm balkondan. İsmail'i çok severdim. Hay. Sarılara bir bölce beşikli var. Allah'a bir çok seviyorum. Yükləməyi göstərəcəm. Diqqətlə izləməyinizi tövsiyə edirəm. Bəli, gördüyünüz kimi Android telefonunuzun ekranını silmişəm. Az öncə qeyd etdiyim kimi diqqətlə izləyin ki, sizdə də problemlər falan olmasın. Birinci burada qeyd edim ki, əgər hesabınız banlanıbsa, bu barədə açıqlama verəcəm. Videonun sonuna qeyd edəcəm. Videonun sonuna qədər izləməyinizi tövsiyə edirəm. Necə yükləmək olar, hansı göstereceğim. Burada bir saytımız var. Bu saytı Telegram kanalına yerleştireceğim. Divarları 50 vuranda elə olur. Ay. Bota bak. Dostlarım herkese selamlar. Hepiniz hoş geldiniz. Valla. Yapmış olduğum ekranda zaten şu an için görüyorsunuz dostlar. Çok güzel olumlu yorumlar aldım. Hepinize ayrı teşekkür ederim. Gelin. Gayet güzel çalıyor. 28 Savurda arkadaşlar davulla alıp davulcu abimizin elinden davul alıp çalayım mı yani, ne dersiniz buna? Şöyle yorumlar kısmına yazın. Bunu da yapıp videoya bırakabiliriz. Birinci videomu izlemeyenler kartı bırakacağım. Oradan da izleyebilirsiniz. Şimdi gelelim. Kısmına gelip buraya senkronize diye yazdığınız zaman zaten senki
yazsanız, Aa, senkronize de yazsanız karşınıza Annem çok çıkacaktır. korkunç. Arkadaşlar biliyorsunuz arka planda siz cihazınızda oyun oynarken arka planda senkronizasyonlarınız sürekli bir şekilde çalışıyor. Başını Gerek çıkartma, Google, gerek baba. WhatsApp, gerek de fotoğraflar. Hadi. Google'la bağlı olan her şey biliyorsunuz senkronize yapılıyor. Bu senkronizeleri oyundayken arkadaşlar kapatın. Oyun bittikten sonra açın. Çünkü önemli bir ayrıntı. Hani biliyorsunuz Hadi. fotoğraflarınız olur, ailevi fotoğraflarınız olur, Bari bir- yeni bir fotoğraf çekmişsinizdir. Yani ileriye dönük arkadaşlar bu fotoğrafların depolanması lazım. Uşaklar Diana ikinci maçımıza Bunlar geçelim. Uşaklar keçi ikinci maçımıza gittik. Bakın üniversitede. Onu koş. Kimse yoktu. Kimse yoksa şimdi dostum diye birisi atar. Onunla da. Ayda kimse niye yoktu? Var biraz. Ben tekem onlar için. Oo robot da. Uy. What? Pardon. Ben bu böyle. Gaga. Size sayı vermeyeceğim. Ulan. What? Gaga havada vurdu. Sağ ol sen robot. Uşaklar canım. Ah. Uşaklar. Hileye bak. Bu nerede? Bakın. Ne? Bu ne şeydi? Canım ha gördüm. Bak. Bu neyle diye yoksa işlemiyorum bir daha. Şimdi. Sonra çıkaq. Bir daha dostumla VS atalım. Uşaqlar, gəldik VS-imizə. Görsənmir qaqaş. 4 dedi. Yeni açıp hesap açıp bir şey var ama çok hızlı oynayacak. Derece iddialıdır. Vuranda M4'ümü götürecek. Ana. Oya. What? Canım yoktu. Çık da. Ne vaxt geldi? Ay, ne vaxt geldi görmedim ben. Oy can, o gitmedi. Canım da birdi. Böylece tullanıp 3 şeyse atacağım. Yalan gül diyor. Haydi ver.
çık da. Ah, düşmürüm. İşle de. Uşaqlar ilk sayıları verək də yavaşdan. Başlayaq. İşe başladık. Sen kaldın içimde bir ben. Boş yere bir ben. Diyorum sen. Wow, canı ya bir şey görsem biri. Uşaqlar, abonelerinizi gözləyirəm. Like atın. What? Güllə atanmadı. Sen yandın. Çiftliğe. Kısmına at. Oya canım. Eseyi. De bir ben kaldım. Bu gibi. Bak. Tulan. Aa kullan 5 kullan. Ay canım belli oynama. Ay bilmedim ya şu an. Arkadaş. Dünəm dostlarım bebeği çağırdı. Elə justik ödedim. 5 kullan kalmıştı. 5'i de kasasından geçiyor. Kasasından. Canım bir. Naniyetten. Bu ev kilitli. Valla bu ev kilitli. Bu evi. Sen kaldın. Bundan bakalım. Uy ki. Geldi. Hayda. Faiz tamam. Neyse. Hadi kasır. Dokuz oldu. Şala bu haz. Ayda.
Ayda. よろしくね。 Ayda.